218 min dollar ödəyib 4 mənzil alan vətəndaş 20 ildir nə evini ala bilir, nə də pulunu geri qaytarırlar. Onun xeyrinə çıxarılan məhkəmə qərarları isə icra olunmur. Belə bir iddia ilə Xəzər xəbərin qaynar xəttinə vətəndaş Qəşəm Güləliyev müraciət edib. Dediyinə görə 2006-cı il dekabr ayının 11-də Xətai rayonu ərazisində Şaiq MTK-dan hər biri 3 otaqlı olmaqla 4 mənzil alır. Bu mənzillər üçün ümumilikdə 218 min dollar ödəyir. Bir ildən sonra isə məlum olur ki, həmin mənzillər bir çox şəxsə satılıb. Vətəndaş iddia edir ki, həmin vaxt şirkətlə əlaqəli şəxslərdən biri olan İsfəndiyar Axundova müraciət edib. Evlərimi, mülkümü satıb ev almışdım. Hansı ünvan? Şıxlınski deyilən yerdə Xətai rayonunda. Sonradan gördüm ki, bu evlər mübahisəli, getdim bunun yanına. Bu mənə kimin yanına getdi? Şərur İnşaatın direktoru İsfəndiyar Axundovun yanına getdim. Mənə o həmin müddətdə götürdü qeyri-yaşayış 131 kvadrat həmin evlərin 4 evin əvəzinə qeyri-yaşayış sahəsi verdi ki, get pulu buradan götürəsən. Yəni saat pulu bu. Bəli, saat pulu götürdüm. Siz də satmaq istədiniz? Mən də satmaq istədim. Getdim maklerlərin yanına. Maklerlər dedi ki, bu heç 18 min dollara getməyəcək. Niyə? Ona görə ki, yararsız bir yer idi, tövlə kimi bir yer idi. Qəşəm Güləliyev iddia edir ki, 2023-cü ilin may ayının 19-da Xətai rayon məhkəməsi onun xeyrinə qərar çıxarıb. Məhkəmənin qərarı ilə 3 evin pulu katlavandan verdiyim pulda, demək 155 min dollar Şaiq MTK. Orada Orxan MTK-da gedir, Şaiq MTK-da gedir. Bunlar hamısı Şərur MTK. Hamısı bunların obyektidir. Mənə də sənədləri verən şəxsən İsfəndiyar özü olubdur. Bu günə qədər 3 il, may ayının 19-da 3 ili tamam olacaq. İcra məmurları gedir qəbuluna, deyir ki, mən nə qərar tanıyıram, qalmışam özümdə yenə 3 evim ola kvartirantlarda. İddialarla bağlı Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundovla telefon əlaqəsi saxladıq. MTK rəhbərinin cavabını olduğu kimi təqdim edirik. Bunun heç biri bizə aid deyil, bizə dəxli də yoxdur. Yəni, mən onda Şəruru deyirəm və Şərura cavablayım. Vergilər Nazirinə yazın, məlumat alın. Hamısı deyilən sözləri cəfəngahdır. Əgər mən onun hüquqi varisiyəmsə, bizim üçün biz ona məsuliyyət daşıyırıq. Oranın gəzi də var, direktor da var, müdürü də var. Şəhərun pecatı yoxdursa, mən heç orada məsuliyyət daşımıram. Belə görünür ki, vətəndaşın məhkəmə qərarının icrasını gözləməkdən başqa çıxış yolu yoxdur. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər xəbər.